Salam əziz izləyicilərim. Bugün mən ballı tort hazırlayacağım. Videolarımın davamı üçün bəyən düyməsini basıb kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. 4 xörək qaşığı bal, 200 qram kərə yağı, 2 stəkan 200 ml şəkər tozu, 1 qaşıq soda əlavə edib qaba yaxşıca qarışdırırıq. Qarışdıranı karamel halını alana kimi sonra isə 1 çay qaşığı sodanı əlavə eləyirik. Sonra başqa bir qabda 5 yumurta, 1 xörək qaşığı soda, 1 xörək qaşığı da sirkəni əlavə edib qarışdırırıq. Karamel hal alınandan sonra yavaş-yavaş yumurtanı da az-az əlavə edib qarışdırırıq. Sonra isə ondan videoda göründüyü kimi yoğururam. Sonra isə keçirəm kremin hazırlanmasına. Kremi 1 litre süt, 2 yumurta, 200 qram şəkər tozu, 2-3 xörək qaşığı qarğıdalı nişastası, 400 qram yağ, vanil. Yaxşıca qarışdırıram pişənə kimi. Sonra isə üstünü bağlayıb soyuyana kimi gözlədirəm. Xəmiri kündələri bölürəm. Mən 8 kündəyə böldüm. Məndə 28 diametri 28 olan tort bişirmişəm. Siz 10 kündəyə də bölə bilərsiniz. Balaca biraz istəyirsinizsə. Videoda göründüyü kimi yayıb hamısını bu formada bişirirəm. Bişirdikdən sonra 500 qram kərə yağını ağarana kimi mikserlə çalıram. Bişirdiyim zavarlı kürəmi qaşıq-qaşıq əlavə eləyib çürüməməsi üçün qarışdırıram. Qarışdırandan sonra lavaşın qıraqlarını blenderla bələk əzirəm. Sonra isə keçirəm tortun hazırlamasına. Bütün lavaşları bu formada yığandan sonra üstünü xırdaladığım qıraqları ilə bəzəyirəm. İnanın çox tatlı, yumşaq, ağızda əriyən ballı tort alınır. Siz də bu formada eləyə bilərsiniz. Eləcə olan hər kəsə indidən nuş olsun. Çox dadlı, yumşaq, ağızda əriyən tort alınır. Kanalıma abunə olun, mənə dəstək olun, like eləyin, zəhmət olmasa.